Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bölgə TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəzi istiqamətində, Tbilisi prospekti İzmir küçəsi ilə kəsişməsindən 20 yanvar metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb liseyi istiqamətində, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində, 1-ci göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, 28 may küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti Salatin Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşən qızı, BTV.